Salam. Artıq WhatsApp platformasında da sizin kontaktınızda olmayan insanların belə sizin paylaşımlarınızı görə biləcəyini bilirdiniz. Bəli, artıq bu mümkündür. Kontaktım yoxdur, sosial şəbəkələrdə çalışa bilmirəm. Instagram, TikTok, YouTube'da yoxam deyən xanımlar. Artıq WhatsApp vasitəsilə də siz yüzlərlə, minlərlə insana öz işinizi, öz biznesinizi tanıda bilərsiniz. Bunu necə edə bilərik? Çox sadə. Baxın, burada qeyd eləmişəm mən. Hekayə bölməsinə giririk, hekayəmizi paylaşırıq normal şəkildə. Və görürsünüz, burada aşağıda ət işarəsi var. Onun üstünə basaraq biz istədiyimiz insanları ora etiketləyə bilərik. Və onlarda bizim nömrəmiz olmasa belə, onlar bizim paylaşdığımız hekayəni görə bilirlər. Baxın, burada məsəl üçün qruplar var. Qruplar mütləq şəkildə açıq qruplar olmalıdır. Əgər siz olduğunuz qruplar bağlı qruplardırsa, siz ora yaza bilmirsinizsə, admin üçün bağlı qrupdursa, onu etiketləyə bilməzsiniz. Yalnız açıq qruplar. Və təsəvvür eləyin, o qrupda 500 nəfər var və o 500 nəfər siz bu qrupu bura qeyd elədiyiniz zaman fərq eləmir. Sizin nömrəniz onda var, yoxsa yox, fərq eləmir. O 500 nəfər də sizin paylaşdığınız bu hekayəni görə biləcək. Və bir şey də qeyd eləyəcəm. Siz onları burada o qrupu qeyd elədiyiniz zaman o qrupda olan o 200, 500 ya da 1000 nəfər hamısına sizdən bir mesaj gedəcək ki, məsəl üçün Lalə xanım sizi öz hekayəsində taq elədi. Bu şəkildə ona mesaj gedəcək. Və bu qədər çox sadə bir üsuldur, amma mən əminəm ki, bir çoxunuza faydalı olacaq bu. Çünki WhatsApp platforması ən böyük platformalardan biridir və bir çoxunuz orada çalışır, fəaliyyət göstərir və bu funksiyanın olması işinizdə sizə əminəm ki, çox böyük uğurlar gətirə biləcək, çox böyük nəticələr gətirə biləcək. Və məndən bu günlük bu qədər. İstədim sizinlə də bölüşüm, sizə də belə bir faydalı məlumatı ötürüm. Sağ olun.